Salam millət, hər vaxtınız xeyir olsun. Uşaqlar, hər birinizi salamlayıram dostlar. Bu günlərdə maraqlı bir videomuz olacaq. Hansı ki, təlimlər keçirik biz. Təlimləri sizə göstəririk. YouTube kanalımızda baxa bilərsən dostum, təlim bölməsində. Və həmin təlimlərə uyğun da biz sizə situasiyalar işləyib göndərəcəyik bura. Yəni bunu da eləyəcəm sizin üçün inşallah uşaqlar. Ona görə videoya sona qədər baxmaq lazımdır və izahı real şəkildə görmək lazımdır ki, əməliyyatımız olacaq və bu əməliyyat necə bir fonda təyin olundu və necə irəli sürüldü. Yəni əməliyyatı necə açdıq və necə bağlandı. Siz onu görəcəksiniz. Mən isə burada sizə onu izah eləməyə çalışacağam və belə situasiyalarda necə əməliyyata girmək lazım olduğunu sizə göstərəcəm uşaqlar real bir şəkildə. Keçirik biz öz əməliyyatımıza görək. Burada necə olacaq uşaqlar? Əməliyyatımız bizim USD GPI-də olub və burada gördüyünüz həmin bu situasiya 2034-də Revardla biz burada əməliyyat açmışdıq uşaqlar. Əməliyyatımıza giriş hardan olub? Deməli, belə bir biz fon görə bilərik. Gəlin biz bunu ilk öncə böyüdək və bizə hal-hazırda USD GPI lazım olduğuna görə uşaqlar biz burada belə bir situasiya görürük uşaqlar. Deməli, gəlin belə eləyək. Mən bu əməliyyata keçid aldıqda millət qiymət buralardaydı və biz burada nə görə bilərik? Mənim ən çox istifadə elədiyim və yararlandığım situasiyalardan biri baş, çiyin, başdır uşaqlar. Bir dəqiqə, mən bunu necə dala qaytaram? Aha, baş, çiyin, başdır və mən baş, çiyin, başdan yararlanaraq əməliyyatlarımı açıram. Görün, bunu belə böyütsəm necə olar? Aha, belə daha superdir. Okey. Əla. Baş, çiyin, baş. Millət, gəlin mən sizə bir şey göstərim. Deməli, bizdə indikatorlar lazım olacaq. Bu indikatorlar mənə köməkçi kimi vasitədir uşaqlar. Əgər bu indikator olmasa, mən bunu sizə göstərəcəm mexanik olaraq necə eləmək olar. Uşaqlar, ən birinci biz belə bir situasiya görürük və burada biz görürük ki, hal-hazırda belə bir düşüş əmələ gəlib. Mən bu əməliyyata keçid aldıqda, gəlin simulatoru qoşaq. Mən hardasa buralardaydım uşaqlar. Buralardan mən bu əməliyyatı, baxın mən. Deməli, görürük ki, mən hardansa buralardan bu əməliyyatı izləyirəm uşaqlar. Nəyə görə izləyirəm? Deməli uşaqlar, mən burada nə görürəm? Mən burada görürəm ki, bizdə USD GPI, gəlin biraz böyük time frame-də baxaq. İlk öncə böyük time frame-də baxırıq, amma böyük time frame bizi allatmaq üçün, çaşdırmaq üçün deyil. Böyük time frame sadəcə analiz aparmaq üçündür uşaqlar. Böyük time frame-ə mən keçəndə görürəm ki, burada bizdə zona olub və bu zonanı vurub keçmişik. Bu nə deməkdir? Biz artıq bu zonanı keçdik. Burada olan bütün stop lossları yığıldı, bütün likvidlik yığıldı. Biz hal-hazırda yuxarıdayıq və yuxarı zonada hərəkət edirik. Düzdürmü? Burada biz hal-hazırda short əməliyyatı axtaracağıq. Çünki biz görürük ki, bir dəfə toxunuş olub, ikinci dəfə toxunuş bizim iynəmiz, görürsünüzmü? Bizim iynəmiz sırf olaraq bu iynədən aşağıdadır. Aydın olurmu sizə? Bu onu göstərir ki, bizdə tendensiya hal-hazırda və bizim boğazlarımız, yəni bütün bədəni, şamın bədəni eyni səviyyədədir. Və biz burada düşünə bilərik ki, aha, bizim şamımız belə bir şəkildə bağlandıqdan sonra, baxın bu şamı deyirəm, sırf bu zonanı deyirəm mən sizə. Baxın, bu zona belə bir şəkildə bağlandıqdan sonra bizdə artıq bura maraq yaranacaq uşaqlar. Yəni biz belə bir situasiyanı gördükdən sonra bizdə maraq yaranacaq ki, yenə də bizdə belə bir düşüş olacağına ümid göstəririk və stop lossumuzu qoyuruq yuxarılarda. Məsəl üçün, əgər biz 1 saatlıq time frame-də əməliyyat açacağıqsa, bizim əlbəttə ki, belə bir hesablayıcımız olmayacaq, bizdə olacaq daha böyük. Məsəl üçün, deyək ki, biz saatlıqda time frame-də əməliyyat açırıq və biz düşünürük ki, bizim buradakı zonalarımız qırılacaq. Məsəl üçün, deyək ki, burada bizdə belə bir zona var və bu zona qırılacaq, sonra o zonadan burada da var. Buradakı likvidlik yığılacaq. Belə bir düşüncə ilə gəliriksə, əgər biz əlbəttə ki, saatlıq time frame-də biz stop lossu qoyarıq bura və əməliyyatımızı çəkərik bundan biraz aşağı və yaxud da ki, bu zona ilə eyni zonaya. Yenə də görürük ki, təxmini 3 revarddır və bu çox yaxşı bir göstəricidir. Hal-hazırda siz burada görə bilərsiniz, həmən o əməliyyatı keçən dəfəyə biraz tezləşdirəcəm. Bəli, görürsünüz və bu əməliyyatı biz hal-hazırda sizinlə burada izahını aparırıq. Baxın uşaqlar, bu 1 saatlıq time frame-də siz bunu belə götürə bilərsiniz. Amma biz 1 saatlıq time frame-də hərəkət eləməmişik, biz eləmişik daha balaca time frame-də. Biz burada görmüşük ki, buradan balaca bir gedişat var. Burada situasiya long gedir uşaqlar, yəni bu əməliyyat böyük time frame-lərdə longa daha çox təsadüf olunur. Sadəcə biz belə baxanda görürük ki, tam bir situasiyada, saatlıqda
Bizim bura 50 zonalarımızdır və bizim bura 100%lik zona, premium zonadır, yəni ən bahalı zonadır. Bura isə bizdə ucuz zonadır. Biz nə düşünürük? Biz düşünürük ki, buradan satış əməliyyatlarını yerinə yetirək və satışlara üstünlük verək. İndi isə mən burada böyük time frame-də açmadığıma görə keçirəm balaca time frame-ə və baxım görüm orada nə var, nə yox. Aha, baxıram mən və görürəm ki, uşaqlar, burada belə bir yığılma situasiyası var və bizim bu yığılma situasiyamız yenə də bizim bundan öncəki şamımızı keçməyib. Yəni yeni lower high yaratmayıb. Aydın olurmu sizə? Və buradan biz daha çox short əməliyyatlarına üstünlük vermək istəyəcəyik. Çünki bizim burada FVG-miz var, bizim burada diskont zonamız var, burada premium zonadayıq hal-hazırda. Yəni qiymət bahadır və bu qiymətin ucuzlaşması üçün biz burada short əməliyyatlarına üstünlük verəcəyik. Aydın olurmu sizə? Əgər bizdə yuxarı qırılma olarsa, biz əlbəttə ki, öz əməliyyatımızı stop olunacaq. Yəni bu böyük time frame-dədir. Yenə də deyirəm, böyük time frame-də açacaqsınızsa sizin stopunuz buradan yuxarıda olmalıdır. Sadəcə balaca time frame-də orada biraz fərqli situasiya görəcəksiniz. Yəni yenə də biz görürük ki, bizdə short təsdiqi var və keçirik 3 dəqiqəlik time frame, daha aşağı time frame-lərə buradan görürük. İzləyirəm mən burada situasiyanı. Burada mən hələ ki heç nə açmıram uşaqlar. Nəyə görə? Çünki mən gözləyirəm ki, hansısa bir təsdiq şamı gəlsin. Aydın olurmu sizə? Ona görə də mən burada əməliyyat açmamışam hələ. Əməliyyatı açandan sonra siz görəcəksiniz ki, əməliyyatı mən nəyə uyğun açdım. Gəlin biz biraz situasiyanı tezləşdirək. Biz görürük ki, aha, 2 dəfə biz toxunduq yuxarı. 2 dəfə bizdə toxunuş var. Hətta birinci toxunuşdan sonra ikinci toxunuşda stoplar belə vurulub. Yəni birbaşa getmirlər, stopları götürürlər. Aha, yenə də biz gözləyirik həmin burada situasiyanı. Uşaqlar, birbaşa əməliyyata girmək olmaz. Siz burada gözləməlisiniz, hansısa bir vuruş olmalıdır, FVG yaranmalıdır və həmin FVG-dən siz əməliyyata keçid ala bilərsiniz. Burada isə biz görürük ki, belə bir düşüş olur və həmin bu düşüşdən sonra mən öz orderimi gətirib yerləşdirirəm buralara. Baxın, bizim burada FVG zonamız var. Hansı ki, siz YouTube-da təlimlərimizi tapa bilərsiniz. FVG nədir və FVG ilə necə işləmək lazımdır? Burada FVG-yə niyə görə girilir? Ona görə ki, dostlar, biz buradan short əməliyyat gözləyirik və biz buradan düşüş gözləyirik. Əgər biz buradan bu situasiyaya, əgər long gedən prestijdə olsa əgər, bu işləməyəcək. Yəni, əgər bu situasiya long gedirsə, siz burada FVG axtarsaz, o IFVG-yə dönəcək, o burada işləməyəcək. Bizdə isə situasiya shortdur deyə biz bəli, FVG-ləri doldurub, yəni itələyici zona var bizdə. Lower high, lower low. Gördünüzmü? Lower high, lower low. Yəni burada düşüş trendi gedir hal-hazırda. Düşüş trendi getdiyinə görə biz FVG-ni tapırıq və əməliyyata keçid alırıq short olaraq və gözləyirik. Bizim əməliyyatımız burada açıqdır və biz gözləyirik situasiyanı. Baxaq, biz hardasa əməliyyata keçid almışıq buralarda və çıxacağıq biz görək nə vaxtdır. Deməli, bu vaxtı saat neçə olur? 11:42 Londondan sonra, London açılandan sonra deməli 11:42, 12:09 hələ ki biz əməliyyatdayıq. Tak, baxaq. İrəli çəkirik və bum. Burada biz vurduq öz zonamızı. Aydın olurmu sizə? Yəni bu zonanı vuruldu. Burada olan həmən bu likvidlik yığıldı. Uşaqlar, likvidlik yığıldıqdan sonra artıq biraz fərqli fikirləşmək lazım. Görürsünüz, bu likvidliklər hamısı yığıldı və burada hal-hazırda yeni likvidlik yaratdılar, yeni minimum yaratdılar. Dünəndən bugünün arasında səhv etmirəmsə, bir dəqiqə baxaq görək. Dünənləri 12 noyabr, bugün də 12 noyabrdır yoxsa 13 noyabrdır? Bir də baxaq. Bugün 13 noyabrdır. Bu dünənin minimumu olub, dünənin minimumunu hələ vurmayıblar. Görürsünüz, dünən saat 21:12 ona işləmiş. Axşam bizdə bura New York buranı vurub. New York buranı vurub və gedib hələ ki tam dibi vurmayıblar. New York buranı vurub. Aha. Sonra gedib bizdə maksimumu yenə də yeniləməyiblər və səhər saat 5:18 bu Tokyo sessiyasıdır. Tokyo, Asiya və Tokyo qiyməti aparıb yuxarı aparıb uşaqlar. Və bizdə maksimum və minimum var. Tokyo bizdə minimum eləyib, dünənləri bizdə yeni lower low əmələ gəlib və bu dünənin minimumudur. Dünənin minimumudur. Bu isə 12-si, bir dəqiqə, bu da dünənləri olub, gecə olub. Bir də ki, səhər olan da var. Yəni burada görürük ki, London gəlib
buranı yeniləyib, FVG-ləri yığıb və buradan gedib yuxarı. Bəli, London gedib yuxarı, sonra yuxarıda bizdə 18.27, burada da artıq bizdə New Yorkdur. Görün, London götürüb qaldırıb qiyməti New Yorka, New York salıb aşağı, New York salıb aşağı, elə getdiyi kimi qayıdıb aşağı və sessiyalarda belə bir situasiyalar baş verib uşaqlar. Bizdə yenilənmə yoxdur, bizdə dünənin minimumu da qalır və dünənin maksimumu da yerində qalır. Biz ortalıqdayıq, hansısa bunlardan ikisi biri vurulmalıdır ki, burada gözəl bir əməliyyata keçid alaq. Burada isə biz sadəcə 3 dəqiqəlik time frame-dir, biz burada gözləyirdik. Qiymət gəlsin, həmən bu FVG-ni götürsün və biz gedək aşağı. Burada da bir zona var idi, ona görə stop lossumuz biraz yuxarılarda idi. Balaca time frame-lər stop loss qoymaq üçün çox idealdır. Yəni bunu götürəndən sonra uşaqlar yenə də bizim qiymətimiz hərəkət elədi və görə bilərsiniz nə baş verir burada, gördünüzmü? Ondan da aşağı getdi, hələ bir o qədər də aşağı getdi və biz əməliyyatı gözəl bir şəkildə çıxdıq. Düzdür, biz buralardan çıxdıq, görürsünüzmü? Buralarda götürmək olardı. Solda görürsünüzmü? Burada dünənin minimumlarını vurdular artıq. Yəni London gəldi dünənin minimumunu vurdu və artıq maraq məncə olacaq. Əgər buranı biz vurmasaq, bura bizdə nə vaxt idi? 12 noyabr. Bu da dünən olub, bizdə səhər olub və bu Tokyo sessiyasıdır. Əgər biz Tokyo sessiyasında vursaq, burada bizdə order bloklar var. Hansısa bir sessiya vurulandan sonra, indi New York məsəl üçün sessiya açıldı. Sessiya açılandan sonra hansısa bir təpə vurulmalıdır. Yəni maksimum və yaxud da ki minimum. Bu dünənin minimumudur. Görək 12-si, hətta buradır bizdə minimum. Demək olar ki biz 3 dəqiqəlik time frame-də olduğumuza görə bir dəqiqə bura baxaq. Bura 11-i gedir. Bura 11-i gedir ayın. Bura isə bizdə artıq 12-sidir. Bəli, 12-sidir. 12-si bizdə minimum olub 154.065 zonalar. Yəni buralar minimumlardır. Dünənin minimumları vurulmayıb, maksimumu da vurulmayıb. Yəni bu sahələr potensial vurulacaq sahələrdir və New York ola bilsin ki, açıldıqda buraları gəlib yığsın və ondan sonra yuxarı gedişat olsun və yaxud da ki, indidən də yəni bizim qiymətimiz gedə bilər və yenə də yeniliklər yarada bilər. Çünki uşaqlar, bura bazardır, burada hər şey olur. Ona görə stop losslar yerində olmalıdır. Kimsə deyir ki, stop lossuz mən işləyirəm, nağıl danışır uşaqlar. Yəni necə deyirlər, bu uzun müddətdə mümkün deyil. Yəni bu riyazi hesablasaz da əmələ gələn şey deyil. Yəni elə bir moment olacaq ki, itki ilə qarşılaşacaqlar. Kimsə əgər bacarırsa, heç bir şey uşaqlar. Bacarırsan, bacar. Yəni mən stop lossuz iş görmürəm. Yəni mənim bir dayanacağım yerim var. Mən marjaya güvənib hərəkət eləmirəm uşaqlar. Sizə də məsləhət görmürəm. Yəni marjaya güvənib hərəkət eləmək. Belə bir situasiyamız oldu, əməliyyatımız oldu, götürdük uşaqlar. Bütün linkləri aşağıda saxlamışam. Millət kimə nə lazımdırsa Instagramda yazsın, orada da bizi izləsin, Telegramda da izləyin millət. Nə sorğu-sualınız olsa yaza bilərsiniz və soruşa bilərsiniz. Təlimlərimiz hal-hazırda YouTube-da var. Gələcəyinə isə şəxsi təlimlərdə olacaq. Yəni birbaşa sizinlə Zoom üzərində inşallah görüşərik və təlimlər keçiririk. Hələ ki buna vaxtım yoxdur. Ona görə də millət nə varsa odur. Çıxdıq və biz görürük ki, qiymətimiz getdiyi kimi geridə qayıdıb 50%lik zonalara. Əgər biz burada Fibonacci çəksək, əgər sizdə deyək ki, yoxdur premium diskontsun, siz sadəcə Fibo çəkə bilərsiniz. Burada belə bir Fibo çəkə bilərsiniz və Fibo ilə hesablaya bilərsiniz. Binary-də mən başa salıram, izah eləyirəm. Orada da əməliyyatlar açırıq. Fərqi yoxdur bizim üçün uşaqlar. Harada imkan var, orada da əməliyyat açılır və profit götürülür və yaxud da ki minusa gedirik. Harada imkan yaranırsa millət. Çox vaxtı mən belə formasyonlar gözləyirəm və formasyonlardan əməliyyat açıram uşaqlar. Məsəl üçün burada da keçid ala bilərdim. Допустим, burada belə bir buraxılış var və burada bizdə FVG var. Məsəl üçün, burada da FVG olub bizdə, sonra isə burada doldurublar artıq. Görürsünüzmü? Burada belə bir iynə var və düşüş var buradan. Ona görə də uşaqlar, baxın, korreksiya olunub və düşüş olub aşağı. Yenə də əmin olmadığınız əməliyyata girmək lazım deyil. FVG görmək istəyirsinizsə, baxın, burada FVG var idi. Bunu da göstərim sizə. Uşaqlar, baxın, aşağıdakı bu qara şamdan, baxın buradakı və yuxarıdakı, yəni birinci şam, ikinci şam, üçüncü şam ortası FVG zona sayılır. Görürsünüzmü? Necə bir zona olub, gəliblər burada 3 dəfə stopları vurublar. Hansı ki burada çoxlu stop loss olub, ondan sonra qalxıb yuxarı yenidən düşürdüblər aşağı qiyməti uşaqlar. Yəni bu sistem belə işləyir, burada hər şey qanuni şəkildə işləyir. Belə videolar maraqlıdırmı sizə? Əlbəttə ki aşağıda yazın və məlumatınızı alın. Brokerlər barədə isə məlumatı mən aşağıda saxlamışam.
keçid ala bilərsiniz, Telegramda tapa bilərsiniz və yararlana bilərsiniz uşaqlar. Hələlik özünüzdən müğayət olun, növbəti videolarda görüşərik. Hələlik.